Salam əziz izləyicilər, bugünkü avtomobilimiz 2002-ci ilin S-klası W220 kuzasında belə bir xəta kodumuz var. C1335. Deməli, неисправность в конструктивном узле. Клапан регулировки уровня кузова передний правый. Deməli, bu nədir? Nə problemdir? Sağ hissə avtomobildə pnevmadadır. Avtomobilin ümumi pnevmadadır. Sağ hissəsində klapan var. Klapan bloku var. Hansı ki, arxanı, qabağı, hər bir təkərləri, pnevmanın hər birini endirib qaldıra bilir. Burada isə sağ tərəfin enib qalxmasının xəta kodu var. İndi bunu yoxlamaq lazımdır. Bunun elektrik hissəsində problem var, yoxsa mexaniki, yəni klapan blokunda problem var. Onu göstərəcəm sizə. Əziz izləyicilər, sizlərə pnevmo askının sxemini göstərmək istəyirəm. Bizlərə ehtiyac olan hissə budur. Yəni Level Regulating Valve Assembly. Səviyyə tənzimləyicisinin klapanlarıdır. Yəni klapan blokudur. Burada 5 ədəd klapan var. Bir dənə klapan blokun içində. Hərəsi də öz işini görür. Bir məqsədə qulluq eləyir. Buradakı 4 klapan səviyyə işinə baxır. Endirib qaldırmağa. Burada da bir dənəsi də Central Reservoir Charging Valve. Yəni mərkəzi rezervuarın doldurulmasına baxır. Bizə lazım olan right front, yəni ön sağ hissədə olan klapandır. İndi yerindəcə sizə göstərəcəm. Ümumiyyətlə onun hansı pinlərinə, hansı ayaqlarına qoşulmaq lazımdır ki, bu işləsin. Yəni işləyirmi və yaxud işləmirmi? Burada bizdə 6 dənə ayaq var. Bunlardan biri mərkəzi, 6-cı ayaq mərkəzidir. Bir də bizə ehtiyac lazım olan 2-ci ayaqdır. Bu hər ikisindən bir buradan, bir buradan iynələrimizi taxıb yoxlayacaq ki, buna ümumiyyətlə test eləyəndə siqnal gəlir, yoxsa yox. Bizdə hal-hazırda problem bu ayaqdadır. Bu klapanın problemini yazır. İndi yerindəcə sizə göstərəcəyik. Problem klapan blokundadır, yoxsa bunun xəttindədirmi? Əziz izləyicilər, sxemdə göründüyü kimi 6-cı ayaqla 2-ci ayaq bizdə qabaq sağ tərəf idi. Bunun belə aktivləşdirmə testi var. İndi bunu basacağım. Burada işıq yanmalıdır. Yəni elektrik hissəsi bizdə problem yoxdur. Bizdə problem klapan blokundadır. Əziz izləyicilər, bu klapan blokunu çıxartdım. Həmənki klapanın ayaqlarına, multimetrına şuqlarını qoşmuşam. Burada 29, 30, 40. Amma əvvəl 45 kilo olmuşdu. İndi o birisi klapanı göstərəcəm, onun müqaviməti necə olasıdır. Əziz izləyicilər, indi köhnə klapandır. Klapan bloku daha doğrusu onun digər ayağına qoşulmuşam. Oradakı müqavimət 7.8 ohmdur. Bu da deməkdir ki, bizim klapanda qırıqlıq var. Hardasa ola bilsin çart var içində. Ona görə də yüksək müqaviməti var. Avtomobil işlətmək istəyəndə, bu da yeni blokumuzdur. Avtomobildə onu işlətmək istəyəndə içindən cərəyan keçmir deyə belə bir xəta kodları verir. Əziz izləyicilər, avtomobilimizi işə salmışıq. Bütün 4 təkərlərdə də pnevmo hissə işləyir. Ümumiyyətlə bir vəziyyətdə qalmışdı.
Əvvəl düşmüşdü, sonra qalxdı. Ümumiyyətlə enmirdi, reaksiya vermirdi heç bir şeyə. Burada da belə. Burada da belə. Avtomobilin dərdi klapanların blokundaydı. Diqqətiniz üçün təşəkkürlər.